Hər kəsə salamlar. Bugünkü mövzumuz 1302-1922-ci illərdə mövcud olmuş Osmanlı İmperiyasıdır. İlk olaraq sizlərlə Osman Qazidən başlayaraq 14-16-cı əsrlərdə Osmanlını idarə edən Osmanlı sultanların hakimiyyət illərini paylaşıram. İkinci olaraq isə Osmanlının paytaxtları məsələsinə gələk. İlk paytaxt dövlətin əsası qoyularkən Osman Qazi tərəfindən Söğüd şəhəri elan olunmuşdu, yəni 1302-ci ildə. İkinci paytaxt Orxan Qazi tərəfindən Bursa şəhəri elan olunmuşdu 1329-cu ildə. Üçüncü paytaxt isə 1-ci Murad tərəfindən Ədirnə şəhəri elan olunmuşdu 1362-1453-cü illərdə. Dördüncü paytaxt isə 2-ci Mehmet tərəfindən 1453-cü ildə İstanbul elan edilmişdir. Bildiyimiz kimi Osmanlı dövlətini yaradanlar Anadoludakı Oğuz tayfasının Qayı boyuna mənsub idilər. Osman Qaziyə qədər Osmanlı bəyliyini Ərtuğrul Qazi idarə etmişdir. Osman 1302-ci ildə Qaracahissar döyüşündə qalib gəlir və Bizansı məğlub edir. Osman Qazi, yəni Osmanlını idarə edən ilk hökmdar 1302-1326-cı illərdə hakimiyyətdə olmuşdur. Ərtuğrul Qazinin oğlu idi. 1302-ci ildə dövlətin əsasını qoyur və 12 il Bursa şəhərini mühasirədə saxlayır. Orxan Qazi 1326-1362-ci illərdə hakimiyyətdə olmuşdur. Bursa şəhərini fəth eləyir. Paytaxt Söğüddən Bursaya köçürülür. 1329-cu ildə Maltepe döyüşündə Bizanslıları məğlub eləyir. 1354-cü ildə Gelibolu fəth olunur. Gelibolu qalası. Dövlət paşalıqları sancaqlıqlara bölünür, yəni inzibati islahat həyata keçirilir. Daha sonra ilk donanma qurulur. Bu donanmanın mərkəzi İzmit şəhəri idi. Orxan Qazidən sonra isə hakimiyyətdə Sultan 1-ci Murad gəlir. Sultan 1-ci Murad 1362-1389-cu illərdə hakimiyyətdə olmuşdur. İlk dəfə Sultan titulunu almışdır. Bolqaristan və Serbiyanı asılı vəziyyətə salmışdır. 1371-ci ildə Çirmən döyüşü baş vermiş və burada serbləri məğlubiyyətə uğratmışdır. 1389-cu ildə Kosovo döyüşündə yenidən serblər məğlub edilir. Sultan 1-ci Muraddan sonra isə hakimiyyətə Sultan 1-ci Yıldırım Bəyazıt gəlir. 1389-1402-ci illərdə hakimiyyətdə olmuşdur. 1396-cı ildə Niqbol döyüşündə Avropa xalqları məğlub edilir və Bolqaristan fəth olunur. 1402-ci ildə isə Osmanlı tarixində baş verən ən faciəvi hadisələrdən biri Ankara savaşı baş verir. Savaş Osmanlı ilə Teymuri hökmdar Əmir Teymur arasında baş verir. Əmir Teymur qalib gəlir və bu hadisə Osmanlını tam 50 il geri atır. Sultan 1-ci Yıldırım Bəyazitdən sonra hakimiyyətə Fatih 2-ci Mehmet gəlir. 1451-1481-ci illərdə hakimiyyətdə olmuşdu. 1453-cü ildə Konstantinopolu fəth edir. İstanbul adı ilə daha sonra paytaxt elan edir və 1476-cı ildə qanunnamə qəbul edir. Və Konstantinopolun fəthinə görə Fatih adı almışdır. Fatih 2-ci Mehmetdən sonra hakimiyyətə 2-ci Bəyazit gəlir. 2-ci Bəyazit 1481-1512-ci illərdə hakimiyyətdə olmuşdu. Səbəblərlə dostluq əlaqələri qurur, Misir məmləkləri ilə də dostluq əlaqələri yaratmışdır. Sultan 2-ci Bəyazitdən sonra hakimiyyətdə Yavuz Sultan Səlim gəlir. Yavuz Sultan Səlim 1512-1520-ci illərdə hakimiyyətdə olmuşdu. 1514-cü ildə Çaldıran döyüşündə Səfəvələri tamamilə məğlubiyyətə uğradır. Məmlüklər məğlub edilir, Misir fəth olunur, özünü müsəlmanların xəlifəsi elan edilir. İlk dəfə xəlifə titulu alan sultan elan edilir. Qanuni Sultan Süleyman 1520-1566-cı illərdə hakimiyyətdə olmuşdu. Belqradı fəth edir. 1526-cı ildə Maxaç döyüşündə qalib gəlir və Macarıstanı ələ keçirir. 1529-cu ildə Viyananı mühasirəyə alır və mühasirə uğursuz nəticələnir. 1533-cü ildə Avstriya ilə müqavilə imzalayır. 1535-ci ildə Həmədan yaxınlığında Səfəvləri tamamilə məğlubiyyətə uğradır. 1535-ci ildə Habsburqlara qarşı müqavilə imzalayır. 1541-ci ildə isə Avstriya ilə mübarizə aparır. Eyni zamanda İspaniya ilə də mübarizə aparmışdır. Qanuni Sultan Süleymandan sonra hakimiyyətə 2-ci Səlim gəlir. 2-ci Səlim 1566-1574-cü illərdə hakimiyyətdə olmuşdu. 1569-cu ildə Portuqaliyanı məğlub edir və Kipratasını fəth etmişdir. Osmanlının idarəetmə sistemi. Bildiyimiz kimi Sultan dövləti idarə edirdi. Baş vəzir dövlətin möhürünü saxlayır, daxili və xarici işlərə nəzarət edirdi. Divan məsləhətçi orqan idi. Dəftərdar maliyyə işlərə nəzarət edirdi. Hərbi xidmət edənlərə isə timar və ziyamət verilmişdi. Hər birinizə izlədiyiniz üçün təşəkkür edirəm. Bu mənim ilk YouTube-da paylaşdığım mizah videosu idi. İnşallah ardını daha səliqəli, daha keyfiyyətli şəkildə gətirməyə çalışacağam. Çox sağ olun.